Hacı Arif vətənpərvər bir şəxsiyyət idi, Əhl-i Beyt aşiq idi. Xanım Fatma-i Zəhra salamullah əleyhanın aşiqlərindən idi. Ümidvaram ki, inşallah Allah Teala onu axirətdə də sevdiklərindən ayrı salmaz. Etməsən sidq ilə ünvan şəhi mərdan qapsın, qeyri-mümkün açasan rövzə-i rizvan qapsın. Əlidən istə nicatı odur aqillərə yar, nə rəvadır gedib aqil döyə nadan qapsın. Bu məşhur bir şeirdir. 2003-cü ildə mənim ilk kitabımın təqdimatında bu şeiri oxudu. Çox böyük bir şəxsiyyət idi. Mənim haqqımda danışanda deyərdi, Arifəm mən Həsənə söz ilə qiymət verirəm, əli məşşərdə şəfayətlə verər qiymətini. Mən də deyirəm, xanım Fatma-i Zəhra sənin qiymətini versin, sən bizi tez cavan tərk elədin, getdin. Allah Hacıya rəhmət eləsin, qəni-qəni. Hacı Azərbaycan klassik qəzəl ənənələrinin ən layiqli davamçılarından biri idi. Füzuli ənənələrini dövrümüzdə yaşadan tək şairlərimizdən biri idi. Biz xanəndələr də hər zaman Hacının qəzəllərindən istifadə edirdik. Allah ona qəni-qəni rəhmət eləsin. Onun yazıb yaratdığı əşar, qoyub getdiyi sənət heç vaxt yaddaşlardan silinməyəcək. Allah Hacıya rəhmət eləsin. Hacı həqiqətən həm böyük şair olmaqla yanaşı, həm də gözəl bir tədqiqatçı idi, Füzuli şünas idi. Hər bir şairə nəsib olmur ki, o həm şair olmaqla yanaşı, həm də bir tədqiqatçı olsun, bir Füzuli şünas olsun. Ona görə Hacının Azərbaycan ədəbiyyatına verdiyi töhfə həqiqətən də böyük idi və onun yetişdirdiyi bu tələbələr ümid edirəm ki, bundan sonra Hacının qoyduğu bu irsi, böyük əmanəti layiqincə davam elətdirib, gələcək nəsillərə də ötürə biləcəklər.